Salam dostlar, bugün Rainbow Friends oynayacaq. Dünən 1 saat 7 dəqiqə video çəkdim. Siz orada demişdim, axşam çağı bəlkə video çəkdim. O vaxt çəkmədim, indi də səhər açıldı, indi çəkirəm bu video. Tez girək. Mən bu oyunu çox oynamışam. Bax, proyam da, yəni 2 oyunu da qurtarmışam. Birinci var, ikinci var, ikisini də qurtarmışam. Bir de epikim var. Bu 7500'ədir. Prosta görünüm mən çox sevmirəm deyə mən başqasını tapıram da. Aslında epikdən dolaşa bilərik. Pis deyil aslında maşında. Mən niyə girdim bölüm 2'yə? Bəlkə birinci bölüm 1'ə oynayaydıq. Nəysə, bəlkə sabah da birinci bölümü gələr. Əgər bu videoya bir like gəlsə. İstəyirəm 5 baxış bilə gəlsə bilə çəkəcəm. Abone olub da like atın, ta 2000 abone olaq nə olar. Oyun başlayır, atla. Çox uzun da animasyonu axıdım olmur orada. Hamı oy versəydi bu atlamaya tez dirək oyuna başlayaydıq. Heç saxta verilmir. Bir dənə insan da versin də ta. Hə, hamı verdi. Getdik. Canavar görüb qutuya saxlanırıq ki bizi görməsinlər. Onu da görmür. Arada düz yanında eləsək nida yanır. Deməkdir ki o səni bildi tay. Neynəm sən yəni qutuya girməyin. Sonra qutuda bilə yaxalayır. Nida yansa əgər. Hə. Buralara da gizlənə bilirik. Biləm. Oyunda neçə gündür lag var. Gərək belə eləyək. Əvvəllər dirə belə eləyən kim olurdu, indi oyunda nəysə lag var. Mən belə sizin elədiyiniz oyunun tavanasını. Oy! Dönmə dolab. Bu arada doğrudan animasyon göstermedim diye bilmirsiniz. Bir de mavi renkli kral tacı olan bir tane canavar var. Bir tane de yaşıl canavar var. Onlar indi bizi kovalıyor. Biz de yaşıllı çordu bizi görmür. Rastlayacağız da. Kutuda ama kutuda eğer bizi gizlense ananı satayım. Biri öldü. Hələ ilk bölümdən öldürsə, hələ get-gedə canavarlarda çoxalır. Sizə halal. Ya bu mavidir. Ay yaşlı tuttu birini. Abala oynamağı bilmirsiniz. Ne olar oynamayın bu oyunu. Orada solo. Bu oyunu bu arada kurtarmaq istəyirəm bugün. Bunların içine de gizlən bilirik. Ne oldu ilk bölümden değil mi olur amma yalandı o. Mən də işe yaramıram. Belə takımında mən. Bari bir tane bulaydım. 25 tane bunlardan toplamalıyıq. Oğlum bu ne la? 25 tane bundan toplamalıyıq. Bizimkiler arada 8 tane tapıb. Bu boyda orada yuxarı 8'ini tapmışıq. Oyunun birinci bölümündən kəş başlayaydım sizlərə. Allah yine. Belki çıxım birinci bölümü oynayayım. Gəlin vəbşə çıxaq bu oyundan. Bir də çıxıb girək. Birinci bölümdən başlayaydık. 4 dəqiqə yalandan getdi nəysə. Video qabağa salarsınız. İlk dəfə görənlər. Birinci bölümdə deyə buradadır. Bölüm 1'i ilk defa bölüm 1'i kurtarmışam. Sonra da bölüm 2'yi kurtarmışam. Bölüm 1'de adı neydi deyəsən atlama olmur. Bölüm 1 bax belədir. YouTuberlar da çəkib onsuz. Bu oyunda falan çəkib də. Neyse. Birinci bölümü oynayaq. Elə sabah da ikinci bölümünü çəkərəm. Çünkü siz birinci bölümü oynamalısınız ki 2'də biləsiniz. 2 həm də birinci bölümü oynayandan sonra maraqlı olur. Bir dəfəyə birincini izləmədən 2'yə keçsəz maraqsız olur mən biləm. Çünki yaşamışam mən belə şeyləri.
Ne ala bilərəm? 700 pulum var da. Heç nə almıram hələ ki. Birikdirib daha qəşəng şeylər aldım. Hər gün də dəyişir bu arada. Başlayaq. Onun hikayəsi budur. Bir dənə parka gedirik avtobusa minib. Sonra da oradan bir dənə əl o tərəfə onu yollayır. Gic avtobusun şoförü də bunu görmür. Kör. Gözün görmürsə, körsansa bu işi oynama. Gedir bizi canavarların olduğu məkana aparır. Orada da canavarlardan qaçırıq. Burada ilk öncə mavi kral taclı adamla qaçırıq. Sonra yaşıl gəlir. Sonra bir dənə tünəllərdən bir dənə balaca canavar da bizi tuta bilir. Onda diqqətli keçməliyik. Orada deyil əşyalar falan tapmalıyıq. Mən üçün daha çox qorxuram mən birinci bölümdə. Böyle də qorxulu da. Balacalar oynamasın. Mənim 9 yaşım var, oynayıram. Onsuz mən də əvvəl oynaya bilmirdim. Həm qorxurdum, mən də anam qoymurdu elə. 8-7 yaşımdan başlamışam elə oyun oynamağa. Getdik. Mən bu oyunu çox rahat qutarım. Qəşəng birini tapdım. Getdikcə bax buradan canavar olur. Bax buradakı şeydə. Oradan bir daha əl uzadır. Bizi nə bilim bu öldürür də. Sonra ana 3-cü canavarımız narıncı bir dənə şeydir. Qaçıb bizi öldürür. 4-cü canavar nədir? 4-cü canavar deyəsən yox idi. Burada görmə çalması eləmə olur. Burada işarəyirik. 2-dən aşağıdılaq. Yəni bu qabaqda gəlir. Qabaqlarda oradan işarə olur. Hər şeyin yerini biləm bu arada. Ona görə çox rahat olur. 1000 dəfə çünki oynamışam oyunu. Bunları qoy. Tiyatro salonuna qoyaq. Bismillah. Bu niyə qaçır ki? Bəlkə buradan canavar anını satayım. Riski gəlmə də. İçimdən birisi burada canavar var. Hamı buradan qaçır. Biri də ora girir. Mən girir. Hamı da qutuya girdi. Bir dəqiqə qutumu dəyişdirim. Nə qoysam? Mavi qoydum. Ananı satayım. Mavi daha cooldur. Yaxşısında birinci bölümdən yenə bir dənə isə oldu. Yaxşılıqdan bu arada çox qorxuram. Burada da olurdu. Birini ama alıblar. Hər qapı açında diqqətli olam ki, bəlkə ağzında yaşıllıq durub. Yəni, qutunun içində bizim yanımıza yaxınlaşsa tuta bilir. Amma youtuberlar tuta bilmir, nə bilim. Ünlü youtuberlar. Niyə onu qutuda gəzirik? Mənə qorxucursunuz ha. Hamısını tapdılar. Çox qəşəng. Thanks. Sağ olun. Umarım getmədi. Qoy oxuyum da. Adam sanadan balası ol oyun. Hər bölüm keçdiyimizdə də 50 dənə pul qazanırıq. Bunda yaşıl can vardı. Əlləri çox uzundur. Çox qorxunc. Aman Allah'ım. Getsin. Biraz dinleyin. Yarın için buna başlayın deyir, nə deyir. 4 dənə adam ölüb. Biz görən mən bir dəfə hamı ölmüşdü. 2-3 dənə bölüm daha var idi. Demə olar özüm tək oyunu qutarmışam da mən vardı. O qədər program yəni. Amma axırıncı bölümlərdə işıqlar sönər falan olur. Oralar çox çətindir. Oralarda çox az insan olsa oralar çox çətin. Digərləri də çətin yerə qoyublar əşyaların. Yani ilk bölümler asandı. İlk 2-3 bölüm asandı. Deyəsən bu arada 5'te kurtarır.
Onun hakkında endişelenmene gerek yok. Onu seni görmezse nasıl yakalayabilir? Baktı demişti çordu narahat olma. Neyse getdik. Bu arada fikir verdiniz. Mən videolara başlayanda Azərbaycanca videoların bax belə səs eşidən o qədər qorxuram. Çünki qutuda da tuta bilməsi bərbad şeydir. Maviliğini tuturdu. Biraz yavaş yavaş gedin də ara tələsirsiniz. İşimiz var. Oyunun axırlarında tək olsaq görən nə edəcəksiniz? Doğrudan biraz dikkatli oynasalar daha yaxşı olur. Burada olmalıydı axı bir dənə. Yaycını alıblar. Kim qalıb? Heç kimi görmürəm. Oğlum o neydi? Qapı səsi eşitdim. Hamı buradaymış. Bu kadar insansa imkansızdır bizim oyunumuzu bitirməyimiz. Allah. Kız biraz qətlli mi olsan deyirəm, tələsməli bir şey yox. Mənim kimi. Vallahi billahi çok korkuyorum. Oğlum. Anamı satayım yaşlı. Yaşlıdan vapşa korkuram. Bak dedim de çalışma. Görürsen bir sabırlı ol, göz oradan yaşı geçsin de. Niye kıraktan sürünürsen? Bilmirsən o oyda qolları var. Biz bu takımla heç yuxumuzda da qutara bilməliyik bu oyunu. Ancaq olsa yuxuda qutararıq. Belə takımlar gəlsə. Sağ ol, getdi sən də iyi. Bildiyin tısbağa de. Burada yok idi bildiğim zaman, yani de kontrol edeyim, yoktu. Bura baxaq. Burada varmış. Elə bir dənə qalmış. O zaman tapdım onu. Finalıma ne geldim? 75'ten altın kaldı. Her bu arada her eşya taptığımızda da elə 5 pul gelir. Çok güzel. 945 pulum oldu. Min eləsəyə qədər buradan qutu açırıq, skin alabilirik. Mən deyəsən o elə Epic 7500 daha. Onu elə mən qutudan açmışdım. 6500 çardaydıq. Bravo, 3 tane insan daha öldü. Sonraki gece 14 saniye içinde başlayacak. Haydi bismillah. Bunlar şu an Azerbaycanca değil. Buna bir taktik abla diye. Bile neydi oğlum? Bu video belə geçsə, iki tane bölüm bile 10 dəqiqə çəkibsə, bu video bir 30 dəqiqə təxmin olar. Haydi tez ol. Ayda bak. Havalandırma neden sızmaya başladı. Bak o havalandırmadan canavar var. El uzatıp sizi vurur. Gel bir o havalandırmadan keçəndə bir baxmalısınız. Baxın görün canavar var. Yoxdursa dirək keçin. En qorxduğum canavar odur. Ne yalan diyeyim.
Kutuda da bu deyəsən özdə tutur. Oradan düz... Buna bax adam qorxur ki, düz keçən vaxtda vuracağı. Görürsən adamlar. Buna bax qorxudan heç arxaya getdi. Aha birini tapdım. Birini de tapdım. Burada olmalıdır. Burada var ha. Ha var. Ya sen burada başka yoktu. Görürsünüz her yeri ezbere bilirəm. Oy. Pul kazandık. 15 pul geldi. 15. Hala bu geceden sonra deyəsən narıncı bir tane canavar gelecek. Tez qaçıb oxlar bırakır. Oxlardan biraz uzak durak ki o tutur. Oğlum bunun üstünden geçti anasını satayım. Belə heç vaxt belə bir o. Heç bir oyunda bu kadar gərginliyi yaşamamışam. Dost bundan az qorxuncdur. Dost ümumiyyətlə mən üçün aç gəlib narıncı canavar. Bu narıncı canavarın səsidir. Gözüşü də eynidir. Biz mahvolduq. 3 tane canavardan qaçırıq. Neyniyəcəyik? Bravo, neyniyə indi? Neyniyə bilərik? Hə oyun. Bax bunların izlə. Deməli ki buradan keçəcək. Bak ki buradan keçib qurtarır. Deyə onun məkanı da var. Məkanı da var ya. Oy. Orada da gördünüz qapıda. İndi əgər qutuda olmasaydım gəlib mənə tutmuşdu. Getdi. Anamız. Riski çıxmadı qabağıma. Onsuz da qorxuram. Ne olur abone olun ta 2000 abone olaq. Mən sizin üçün qorxulu oyun oynayıram. Dünən 1 saatlıq video çəkdim. O qədər yoruldum. Ona da baxış hələ gəlməyib. Gedəsən bəlkə. Get dayı. Bas bayrağı uç görürüm. Red Bull verim get uç. Red Bull kanatlandırır. Gedəsən bəlkə. Yerində dayanmadı. Tısbağanın yerine sən daha hızlısan. Tısbağayla yarış eləsən, sən hələ girişdə olarsan. O yüzden qutarar ya, estağfurullah. Canavar. O 2 canavar da buradadır. Eli o kadar qorxunc. İşte oradadır. Bir tane de canavar var, o da heç yoxdur deyə çox rahatam. Rahat gəz. Rahatladım şükür ya Sabir. Heç vaxt bu oyunda bu kadar rahatlanmamıştım. Bir daha qalıb. Onda bildim anı. Görəm bura baxıblar. Burada bir daha olmalıdır. Burada orada yaşlı olur. Burada da yok. Nerede o zaman? Önümden risk yaşlı çıxıb jumpscare atsa. Bir dənə altıma eləyər ha. Bax oradadır. Əllərini soxub. Tələsməyin, qutuda gedin sən Allah. Az insan, az nafan qalmışıq.
Oğlum yaşlı az kalsın tuturdu bizi. Bu arada buraya gelse sıçtık. Affedersiniz de. Oh çarptık. Şükür. 100 gol geldi. Şükür ya Sabir. Yüreğim gitti. Aydan çetin yeri buradı zaten. Işıklar gitti. Halaldı halal. Bravo bravo. Ne diyeyim ki? Hiç kim ölmedi bu tam. Asan değil ya bilmirler. Çetin değiller bunlar da. Işıklar da söndü. Işıklar sönmesi elə en büyük problemdi. Bu bölüm en böyüydü. Diyesen bundan sonra o bir tane de bölüm var tutar. Hem ışıklar sönülü olur. Hem de yerlerde çətindir. Heç birinin yerini demək olar bilmirəm deyəsən. Yani canavarlar da çoxalıb. Yani imkansızdır bu gecəni qurtarmaq. Çox çətindir. Bismillah deyip başlayarıq etsin. Allah bizi yaşadar tay. Elhaneliye tutacaq tabii ki de yoksa imkansız. Bismillah. Süslü aydınlanma açmak ister misin? Diğer ayda biraz da aydın olsun. Bak. Siz eğlen diye mən aydınlığı açmıram. Daha qorxulu olsun. Açmadım aydınlığı. Ama görürsünüz Elhanlar daha yaxşı olur. Amma mən Elhanlarını pis modda tuttum. Çox daha çətin olacaq və çox daha qorxulu olacaq. Bunun şərfinə mən sizdən 4 like gözləyirəm. Ne olar like atın. Qorxudan altımı elədim. Amma eminim doğru girdin. Allah seni kahretmesin. Canavarlar da necə çox. Bilmə 9 dənə bildi. Hamısı çox belə zor yerlərdə. Biri ikisini biləm. Biri bildiyimcə buradadır. Burada var idi. Heç yeri görmürəm ki bil. Burada yokmuş. Burada gedə bilirik. Burada yokmuş. Yanılmışım. Yox, heç birinin yerini bilmirəm. Dilay. Səs gəlir. Qutudan getmək istəyirəm, amma burada aha, bax oradadır. Burada da yok, dağdasın. Hala seni de kurtardı tay. Git. Bu canavar olması o kadar rahat ki oyun. Yani ödüm qalxdı hala. Şey doktor. 3 tane içinde çok güzel. Takım da uşaqları elə bilmir. Çətinləri ancaq eləyir. Gördüm. Yuxarıda da canavar. Geçen qutunu necə bilib vurmurlar, mən tikistim. Həm də elə nəyə də tuturuq. Yaşıllığını görən kimi qutudan çıxıb diray qaçıram. Onu satayım. Oğlum buranın yuvasına çıkacak. Bravo bilmiyorsunuz buranın yuvası. Oğlum vallahi billahi ucuz kurtuldun. Sen şanslısın. Oğlum bilmiyorsunuz mu la? Oğlum bilmiyorsunuzsa oyunu oynamayan ansını satayım. Ölürdü vallahi biri de gitti. Bir de insan gitti. Oy.
Çok korkuyorum. Tiyatro var. Tiyatroya koyacaq buradaki bulduğumuz şeyler de. Geri qalıb 6 dənə, 6 dənəsinin heç birini belə tapa bilmədik. Burada. Qəbul edelim. Ananı satayım Daniel. Burada deyəsən yoxdur. Olsaydı qəşi olardı ama yoxdur. Ay Daniel'in qorxusuna bax mənim kimi. Ancaq qutuda gəzirik. Biz bu takımla necə odaq mənim kimi gic adamlar var. Oğlum o aslında iyi Fener modunda oynuyorsa bu Fener modunda onun için yasaktır. O yani de böyle korkursa yani o benden de geçti yani. Benimki yine biraz haklıdır. Benimki çünkü çok aydınlatmır etrafı. Aslında etraf çok da karanlık değil. Biraz ay ben böyle oyunlarda ilk defa tapdım beni. Bilirdim çünkü burada yoktu. Çünkü burada çok vakit olur. Oğlum 5 tane kaldı. Birinde koyayım 6. 3 tane kalacak. Oğlum. Düş keçen vakti. Bu niye çıktı? İndi keçseydim uduzmuştum masa. Ona göre biraz dikkat eləyirəm. Daniel uduzdu. Ay zibil. Ay da Daniel necə uduzmağı başardın. Ancaq qutuda gəzirsən. Yaşıllığını da görəndə qutudan çıx da. O birisi də oldu. Deyəsən bir dənə mənəm oyunda. Ya məndən başqa bir dənə insan var. Ay da. Deyirdim də bu bölüm çox sıxıntıdır. Sıxıntı olduğunu bilirdim onsuz da. Tamam belə çözəcəm. Burada olursun qıraram ha telefonu bəlkə də. Ananı satayım. Hayda mən belə işində. Daniel o necə başardın? Daniel nədir? Sadəcə 3 sənə qaldı. Mən gəzmək istəmirəm zibil. Hara getmə, hər yeri kontrol elədi yaxı. Buradan deyəsən çıxacaqsan var. Buradan yaşıl çıxsa altıma eləyər. Bir tane yaşıl olmasaydı o alttaki canavarların sayı az olsa aslında asan bu oyun. Canavarlar çok riskli falan çıxır. Onun korkunç. İkincisini alan hem böyüdü hem açıqda oynuyoruz diye. Daha belə şeydi. Daha belə casurdan oynuyoruz da. Hem de her yer bilinir de. Havadan falan filan. Burada her yer bağlıdır diye bilinmir. Qapılardan da riski. Bir de adam qalıb. Sen ölsən su qutardı. Sen bakonsan. Yoksa bakon ölüb. Bakın çünkü şimdi yo köşe bu benim tapıp 3 de bundadırsa sen olsan kurtarar ha ölme. Fırıncı olmazsa ben ölmüştüm Murat. Haydi 3 de bunda olsa. Ay bir yana olsa biraz əsəbləşərəm. Ta yerləri nə olar göstər. Çok uzun maç gedəndə bu maç çok uzun olur. Uzun gedəndə yerlərini göstər. Məncə yerlər göstərmir deyə mən canlısı bundadır. Qutudan çıxdığını görmürəm. Narahat olma.
Gizlicə, diqqətlicə. Orada çünki narıncı canavarın izini də görürəm. Ne olur? Ne olur? Bismillah. Aa, bir tane kaldı. Satayım. Hayda. Birinin yerini bilmirik. Canavarlar da var. Hayda. Ancak kutuda yazır izi bil. Şunu atsam çok kışı olar. Bence. Aslında bir dakika. Etraf karanlık olur ama her yer görürük. Da etraf biraz açıq olur, biraz görürük. Stasis değil aslında ama bu məncə daha qorxunçdur. Oğlum gel gelme ananı satayım. Kaç. Fırınacı. Ölme. Ölmürsen. Ananı. Yaşıllı getdi deyər artıq. Məncə də kutu mantıqlı. Göster kaç fırınacı. Kaç. Geri göster. Şükür Allah. Şükür Allah. Neçə dəqiqədir görəm bu oyunu oynuyoruz. Ne? Oradadır. Harda? Oyunun düz... Buradan çıkalım. Burada çiçek açının burada çiçeği görmeyeyim kimse. Ya sabır. Ölmürsən. Çok dikkatli oluruz. Kutuda tutabilmir. Narahat olma. Şimdi. Ne olur? Ne olur? Ne olur? Ne olur? Ne olur? Fırınacı 994 adamsan. Sen hatta arkadaşlık isteği oturan. Tək qalmış onsuz içimiz. Ne olar tez ol. Kutudan taçıq. Hoş geçen sardın da ne oldun bu bölme? Ay 120 İstanbul. Ay şükür. Ha şükür. Şükür. Gördüm de. Şükür. Hepinizi gitmesine izin vereceğim ödül olarak. Fakat önce sana bir veda partisi düzenleyeceğim. Yok istemiyorum. Çok sağ ol. İstemiyorum bu veda partisini. Kimi şey eləmişsiniz. Kimi şey eləmişsiniz. İstemiyorum. Çok sağ ol. Bize gidiyor öyle biz için narahat olmayın. Ne o da bile biz için ödül ya. Ananı satayım. Ben bir defa burada ölmüştüm. Burada onsuz etsin eləmirdim olar. Oğlum. Biletleri al, bilet al. Çok korkuyorum. Tir açsın yüreğim. Oğlum girdi partiye. Partini görəndə şok olasınız. Başardığın için çok mutluyum. Ben mutlu değilim. Biraz. Eləmə. Ayda. Neyniyəcək ay. Bizimki belki de mal olsa ucuza bilərik yani. Burada bizimki de önemlidir. Kutuya girmək olmur. Kutuya girmək olmur deyə çox risklidir.
tələsin olar ya indi bəlkə. Məncə olar. Bu arada onları patlatmalıyıq yani. Kaçın. Kaç. Ana. Ana satayım. Gördü bizi kaç. Fırıncı. Kaç. Kaç. Ben bir partiyi alsın şöyle. Kaç. Yüreğim yanmır. Kaç. Fake atma. Kaçsana fırıncı. Adamsan sivil. Beleşin. Girilmir. Allah sizin ben belanızı. Girdi. Oğlum ben böyle oynamazsın. Biliyorsun ben.